Heyf vardı bircə canım, min olaydı, verəydim hey. Yağı gələn sərhədlərə candan divar hörəydim hey. Parça parça olaydım mən, yurdu bütöv görəydim hey. Bir şəhid anası idi, 2024-cü ildə danışırdı. Dedi, mənim oğlum 91-92-də Ağdərə müharibəsində itkin düşənlərin cərgəsində oldu. Göytəpədən də neçə dənə itkin düşən əskər qardaşlarımız var. Allah onlardan da tezliklə bizə bir dənə gözəl bir xəbər yetirsin. İnşallah bizim ümidimiz var, sağdırlar onlar. Ona yaxın təqribən Göytəpədə hələ o vaxtın itkin düşən əskər. Onların ataları gözləyirdilər, ataları da öldü, anaları da öldü, çoxsunun qardaşı da öldü, bacısı da öldü. Tapdığın oğlu idi, sonra Mutlullahın oğludur, Sərrafın qardaşı Əflatundur. Bəli, hamısı gözləyirdi, onlar gözləyirdi, ancaq gəlmədilər. Onlar dünyasını dəyişəndə də həsrətlə dünyalarını dəyişdilər, gözləri yol çəkirdilər. Allah onları ruhunu şad eləsin. İnşallah onlardan da bizə bir əskərlərdən şad xəbər çıxsın. O ana danışırdı Rasim əmə. Deyir ki, məsələn, Rasim əminin Namik oğlunun cənazəsi biraz gec tapıldı. Mənim yadımda ki, Rasim həmişə, hər gün zəng edirdi, mənə saatlarla danışırdı. Hacı, Quran açıqla, Qurana baxın, bəlkə bir ondan bir tez xəbər çıxdı. Dirisin istəmirəm, soğusa deyir, ölsün mənə versinlər ki, cəsədi mənə versinlər ki, əlimlə görüm nə deyir, onu dəfn edeyim. Rasim neçə aydan sonra tapıldı? 68 gündən sonra. 68 günə bu kişinin dözümü yox idi. Saçı saqqalı ağardı, həqiqətən nə günlərə qaldı. İndi ancaq oğlanlar var, atalar var, 30 ildən çoxdur övladının yolunu gözləyir. Gör, onlar hər gün səhər duranda, axşam duranda da məsələn, oğlunu gözləyir ki, gələcək. İnşallah ki, şad xəbər gözləyir yollardan. Deməli, bu ana danışırdı, çox dəhşətli bir dənə tarixsədir ya. Oyunlarda danışırdı, bu 2024-ün axırında. Deyir, mənim oğlum Avropa Şurasından bəri hər yerlərə yazdım, oğlumdan bir xəbər çıxmadı. Nə ölüsü, nə dirisi, nə əsirlikdən, heç bir şey xəbər çıxmadı, tapılmadı. İtkin düşənlərin siyahəsində mənə dedilər ki, oğlunun itkin düşüb, yoxdur. Nə ölüsü var, nə dirisi var, nə də əsirdir. Ağlayırdım. Qonşu qadınlar deyir, bir gün deyir, gördüm, gəldilər, hicablı qadınlar, gözəl insanlar, namaz qılırlar, oruç tuturlar. Gəldilər, mənə dedilər, belə ürək-dirək verirdilər. Dedilər, biz ocağa gedirik, Azərbaycanın daxilində olan ziyarətgahları ziyarət eləməyə gedirik. Bir neçə şəhid anası da var, istəsən də gəl bizə qoşulacaq, bu tura qoşub, bizdən bir yerdəkilər. Dedim, hara geçirsiniz? Dedi, birinci ziyarətgahımız aradır, Gəncədə İmamzadə qəbirstanlığıdır. Dedim, gedə. Deyir, mən də başımı örtdüm, bunlarla birlikdə getdim, bu analarla birlikdə. İmamzadəni ziyarət edəndən sonra Gəncədə İmamzadənin həyətində şəhidlər qəbirstanlığı var, dəfn olunduğu yer. Və mən gedmişim, orada neçədən naməlum əskər qəbirdə var. Beyləqanda ziyarətgahdır, orada şəhidlər xiyabanı var, nə boyda, nə qədər də naməlum əskər qəbirləri var orada. Deyir, mən bəs getdim, orada ziyarət edəndən sonra şəhidlərin qəbrini ziyarət elədim və gəldim, hər bir şəhidin qəbrini dayanıb ağlayırdım. Ancaq bir naməlum əskər qəbir vardı. Məni özünə cəlb edirdi. Hey, gedirdim, onu qəbrin üstünü təmizləyirdim, otları təmizləyirdim, o başdaşını yerdən silirdim dəsmalından. Ancaq o bir nömrəli qəbir var idi, nömrəsi də qəbirində duyur. Onu təmizləyirdim, deyir. Deyir, dəfələrlə, 30 ilin içində 10 dəfədən çox İmamzadə ziyarətgahında olmuşam və həmişə də girəndə o əskərin qəbrini ziyarət edirdim. Bir gün deyir, 2024-cü ilin axırlarında mənə zəng gəlir ki, bəs filan komissarlığa gəlirəm. Deyir, bana deyir, mən getdim. Getdim ora, mənə dedilər ki, sizə şad xəbərim var, bəs oğlunuzun nəşi, cəsədi tapılıb. Deyir, sevincimdən deyir, həddi hüdudum yox idi ki, hətta oğlumun qəbri tapılıb da, ona sevinirəm, sümüyü tapılıb. Gedib ziyarət edəcəm. Deyir, gətirdilər, test elədilər və gördük ki, həqiqətən mənim oğlumdur. Gətirdilər, dəfn elədik. Mən soruşdum ki, bəs işğal olunmuş torpaqlardan tapdınız, azad olunandan sonra o torpaqlardan çıxartdınız, qazını çıxartdınız, yoxsa haradaydı? Dedi, görə o vaxtı bunlar zəmidə ot düşüb yanıblardılar, onları naməlum əskər kimi dəfn ediblər. Özlə sizin oğlu, dedim, hansı torpaqda dəfn olmuşdu? Dedim, Gəncədə İmamzadə qəbirstanlıqda. Dedim, hansı qəbir idi, hansı nömrəli? Deyir, o qəbir işi deyir, mən gelib həmişə o Gəncədə İmamzadə qəbirstanlıqda o qəbri ziyarət edirdim. Gördüm, mənim oğlum həmin o qəbirdə dəfn olunan. Deyir, bildim ki, mənim oğlum nədir? Məni özünə cəlb edir.
oğul, ana o məhəbbəti var idi. Şehitler xiyabanı, oynu bükük çiçekler, visalına yetmeyen saya gelmez yürekler. Mezarlar sıra sıra, baştaşları yan bayan, bu torpakta uyuyor saysız yiğit kahraman. Şehitler xiyabanı, kalbimizin yaşları, nice seven yüreğin naçan can sirdaşları. Şehitler xiyabanı, tarihin dilleri, milletin mehmekun düşünen beyinleri. Allahümme affuruhum ve ahturuhum ala gâr vel muâle ve bil Fatihati ma'as salavat. Şehitler xiyabanı, ayağa kalkan elim, azatlık yollarında hüner gayret eylerim. Şehitler xiyabanı, canımızdan köçen can, şehit verirse demek yaşıyor Azerbaycan. Şehitler xiyabanı, kalbimizin yaşları, nice seven yüreğin naçan can sirdaşları. Şehitler xiyabanı, tarihin dilleri, milletin mehmekun düşünen beyinleri.